Bloka atarkən xanımların başqa məqsədi olur, kişilərin başqa məqsədi olur. Xanımların əsasən iki məqsədi olur. Birincisi, çox az hallarda xanımlar bitirəndə, konkret nöqtə qoyanda, yorulanda o münasibətdən atır bloka ki, vəssalam. Amma əksər hallarda xanımlar bloka atanda sınayıcı məqsədlə atırlar. Çünki hər bir xanım istəyir ki, qarşındakı kişi əzmkar olsun, mübarizə aparmağı bacarsın, savaş göstərsin, inatkeş olsun. Çünki bloka atandan sonra xanımların çoxu gözü telefonda olur, görüm hələ hansı nömrədən zəng eləyəcək, hansı nömrədən yazacaq, nə qədər məni əldə eləməyə çalışacaq. Xanımlar, bir çox xanımlar asan əldə edilmək istəmir. Çünki xanımların çoxu güvən istəyir, qarşındakı kişinin güclü olmasını istəyir, onun uğrunda savaşmasını istəyir. Ona görə də mənim əziz kişi qardaşım, əgər bir xanım tərəfindən bloka atılmısansa, demək sən sınaqdasan, cəhd eləmək lazımdır ki, neyniyəsən, əldə eləyəsən. O zaman o xanım rahat olur, o zaman xanım ürəyində deyir ki, vay, demək bu adam mübarizə aparmağı bacarır, demək ki, bu adam problemlərdən qaçmır, cəsarətlidir. Bəylər isə çox vaxt bloka atanda üç məqsədi olur. Birincisi, çox nadir hallarda bitirmək üçün atır bloka. O xanımdan, o münasibətdən bezəndə, yorulanda konkret olaraq atır bloka. İkinci şəkildə, çox vaxt bəylər başqa işləri olanda, başqa yerlərə gedəndə narahat edilməmək üçün, sorğu-suala tutulmamaq üçün ən asan variant atır bloka, bir müddətdən sonra blokdan çıxardır. Niyə axtır? Rahatda axı, onu axtarmırlar. Xanımlar, sonra kişilər məni daşa tutacaq ki, Ənvər neyinsən, bütün sirlərimi verdin. Üçüncü, kişilər bloka atmaqda bəzən cəsarətsiz olurlar, problemlərdən qaçırlar, həll edə bilməyəndə, problemin kökünə getmək əvəzinə, o sorğu-suallardan qaçmaq əvəzinə atır bloka. Yəni bu biraz zəiflikdir, çünki kişiyə yaraşır ki, mübarizə aparsın, kişiyə yaraşır, problemi həll eləməyə çalışsın, yəni problemdən qaçmasın, suallardan qaçmasın. Çox vaxt belə atırlar, çıxardılar, atırlar, çıxardılar. Bu da hər bir xanım üçün biraz yorucu olur, hər bir xanım üçün biraz bezdirici olur. Ona görə yəni kişilərin bloka atmaması daha yaxşıdır. Onsuz da yəni mənim kişi qardaşlarım təsdiqləyər. Çox nadir hallarda kişilər bloka atır, amma yəni bloka atanlar da var. Məqsəd də dedim, kişi nə qədər bloka atmasa yaxşıdır. Çünki kişiyə mübarizə eləmək yaraşır, kişiyə sözünü demək, məsələni həll eləmək, məsələdən qaçmamaq, problemə fokuslanmaq və nəticə əldə eləmək hər bir kişiyə yaraşır. Mənim əzizlərim, bloka atmadan və bloka atılmadan hər bir məsələnizi üzünüzə gəlib möhtəşəm şəkildə həll edib, ondan sonra daha irəli getməniz diləyilə. Xoş qalın və çox sevdiyim bir söz var. Kiçik sevgilər, kiçik ayrılıqlar, kiçik söz-söhbətlər balaca sevgiləri öldürür, böyük sevgiləri isə daha da alovlandırır. Necə ki, küləyin şamı söndürüb, bir böyük bir ocağı daha da alovlandırdığı kimi. Söz-söhbət olmalıdır, amma bloksuz olsun. Hər zaman var olun, xoş qalın.